Bismillahirrahmanirrahim. Elhamdü ve sena'u lillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Habibina ve habibi ilahil alemin. Seyyidina ve Mevlana Ebil Qasimi Muhammed ve ala ehli beytihi tayyibin tahirin el-ma'sumin ve la'netullah aleyhim minel ana ila qiyam yevmiddin. قال الله الحكيم كلمة لا إله إلا الله حسني فمن دخل حسني أمن من عذابي. Allah buyurur hadisi kutsidə, Allah'ın sözləri ancaq Quran-ı Kerim'dədir. Eyni zamanda Allah'ın Peyğəmbərə Meyracda və digər hallarda buyurduğu sözlər də var. Onlar hədisi qudsi adlanır. Hədisi qutsidə Allah buyurur ki, La ilahə illallah kəlməsi mənim qalamdır. Hər kəs bu qalaya daxil olsa, mənim əzabımdan amandadır. Kim la ilahə illallah qalasına daxil olsa, mənim odum, əzabım ona toxunmaz. O mənim əzabımdan amanda qalar. Bu qəbildən olan rəvayətlərə insanlar baxanda, bəzən səhv təsəvvür yaranır insanlarda. Bu səhv təsəvvür bundan ibarət olur ki, bəzi insanlar zənn edirlər ki, insan əgər Allahı qəbul elədisə, Peyğəmbəri qəbul elədisə, La ilahə illallah kəlməsini dedisə, artıq mömin sayılır. Və onun başqa möminlərdən fərqi yoxdur. İnsan elə zənn edir ki, kəlmə-i şəhadət deməklə möminlərin cərgəsinə daxil oldu və möminlərə vəd olunan bütün şeylər bunun içində var. Quran ayələr var, möminlərin axirətdə nail olduğu feyzlər, neymətlər, cənnətdə olan Allahın fəzli, rəhməti. Bəzi insanlar elə zənn edir ki, La ilahə illallah desəm elə mənə də bunlar aid olacaq. Sevinirlər, ömürlərini də belə keçirdirlər, elə bilirlər ki, bunlar da bu Quranda deyilən neymətlər bunların da halına şamil olacaq. Amma həqiqət belə deyir. İslam məntiqində fərqli yanaşma var bu məsələyə. Bir insan şəhadətin, kəlmə-i şəhadət dedi. Kəlmə-i şəhadət deməklə mömin olur? Xeyr. Kəlmə-i şəhadət müsəlmançılığın şərtidir. Kəlmə-i şəhadət deyən müsəlman olur. Dünyada müsəlmanlar üçün mövcud olan imtiyazlardan bu da istifadə edir. Yəni, bu kəlmə-i şəhadətlə paklaşır. Zahiri pak olur. Yaxud müsəlman qadınla evlənə bilir. Yaxud müsəlman ata-anadan irs apara bilir. Və yaxud dünyadan gedəndə müsəlman qəbristanında bastırılır. Bu zahiri imanın insana faydasıdır. Kəlmə-i şəhadətin faydası bundan ibarətdir. Amma kəlmə-i şəhadət insanın axirətdən nicat tapmasına səbəb olmur. Təkcə kəlmə-i şəhadət. Başqa şərtlər var. Bir çox insanlar vardı Peyğəmbər zamanında zahirən mömin idilər. Məscidə gəlirdilər, cəmaat namazı qılırdılar, hətta birinci sıralarda dayanırdılar. Bəqərə surəsi bunlar barədə danışır. Onlar münafiqlərdir. O kəslərdir ki, qəlblərində iman yox, zahirləri müsəlmandır. Ən təhlükəli dəstə bu dəstədir.
Bəqərə surəsində belə buyurur onlar barədə. Buyurur və minən nas mən yəqulu amənna billah və bil yevmil axir və ma hum bimuminin. İnsanlardan elələri də var ki, deyirlər ki, biz Allaha və qiyamətə iman gətirdik. Halbuki onlar iman gətirməyiblər. Qəlblərində iman yoxdur. Dalıca buyurur, yuxadi'unəllah vəllezina amanu və ma yəxdə'una illa ənfusəhum və ma yəş'urun. Bunlar belə zənn edir ki, bunlar zirəng adamlardır. Elə başa düşürlər ki, Allahı və möminləri aldadırlar. Buyurur, və ma yəxdə'una illa ənfusəhum. Özlərindən başqa heç kəs aldatmırlar. Amma bunu şuurları yoxdur, başa düşsünlər. Bunlar giriblər möminlərin içinə, özlərini mömin göstərirlər ki, dünyalarını bu dinin sayəsində qorusunlar. Elə də başa düşürlər ki, bunlar cəmaatı alladır. Allah buyurur, onlar özlərini alladır. Amma başa düşmürlər. Şuurları bura qədər də çatmır, anlamırlar. Fi qulubihim mərazun. Qəlblərində xəstəlik var bunların. Fəzadəhumullahu məraza. Allah da bunların xəstəliyini artırar. Və ləhum əzabun əlim bima kanu yəkzibun. Onlar üçün hələ qiyamətdə də şiddətli əzab var, yalan saydıqlarına görə qiyaməti. Dalıca buyurur və izə qilə ləhum aminu kəma amənən nas qalu ənnu'minu kəma amənəs sufəhə əla innəhum humus sufəhə və lakin la ya'lamun. Onlara nəsihət eləyir, biri deyir ki, siz də iman gətirin insanlar kimi. Onlar deyirlər ki, biz də ağılsızlar kimi iman gətirək. Dalıca buyurur, onlar özləri ağılsızdılar. Lakin onu da başa düşmürlər. Onlar möminləri ağılsız sayırlar. Bəzi insanlar var ki, deyir, nəqdi qoyub nisyanın dalıca gedirsiniz. Oradan kim gəlib deyib ki, o dünya var, axirət var. Oradan gələn olmuyor. 124 min peyğəmbərin sözü buna kifayət eləmir. Ağlın sözü, Quranın sözü, məntiqin sözü buna kifayət eləmir. Dünyası barədə biri xəbər gətirsə ona, hətta balaca uşaq desə ki, evin yanır. Gedər görüm xəbəri yoxlayım, görüm düzdür ya yox. Ehtimal verər ki, bəlkə də düzdür. Qaça-qaça gedər evinə tərəf. Bir balaca uşağın sözünə etibar eləyər, gedər. Amma 124 min peyğəmbər insan ağlına söykənərək axirət əzabı haqqında xəbər verir, bu deyir ki, oradan gələn olmayıb. Özünü ağıllı möminləri ağılsız sayır. Allah buyurur, ağılsız bunlar özləridir, amma onu da başa düşmürlər. Dalıca buyurur və izə ləqullezina amenu qalu amənna və izə xələv ilə şeyatinihim qalu inna ma'akum innəma nəhnu mustəhziun. Deyir, onlar elə ki möminləri görür, deyirlər ki, biz iman gətirmişik. Elə ki öz şeytanları ilə xəlvətdə qalırlar, deyirlər, biz siznənük. Bunları məsxər eləyirik, bunları istehza eləyirik. Allah yəstəhzi'u bihim və yəmuddum fi tuğyanihim ya'mahun. Allah onları məsxər eləyir və onları öz tuğyanları içində saxlayır. Sonunda gözəl buyurur. Buyurur, ulaikellezine işteravuz zelalete bil huda fema rabihat ticaretuhum ve ma kanu muhtedun. Buyurur, bunlar ziyanlı ticarət eləyiblər. Ticarətin ziyanı bundadır ki, bunlar hidayəti verib zəlalət qazanıblar. Və ona görə də bunlar hidayət olmazlar. Bunların ticarətləri ziyanlı oldu. Bunlar qəbirdən qalxan kimi səhvlərini başa düşəcək. Bunların canları bədənindən ayrılan kimi bunlar səhvlərini başa düşəcək. Bu firqə, bu münafiqlər tarix boyu İslamın əvvəl günündən bu gününəcən çox böyük ziyanlar vurublar müsəlmanlara. Onlardan biri Muaviyyə idi. O elə bir şəxs idi ki, qərb alimlərindən biridir ki, müsəlmanların əleyhinə o qədər bu çalışıb. Alimdir, qərbli bir şəxslərdən biri. Deyir ki, gərək biz Muaviyyəyə qızıldan heykəl qoyaq. O qədər ziyanlar vurub müsəlman ümmətinə. Hansı şəkildə? Həmən bu münafiq libasında. Hərdən elə ağlayırdı,
Elə özünü mömin göstərirdi, insanlar, ağılsız adamlar valeh olurdular buna. Bir dənə əzadarlıq məclisi Osmana təşkil eləmişdi. Minbərdə çıxıb Əmrasla bir yerdə səhnə düzəltmişdilər. Roza oxuyurdular, ağlayırdılar. Cəmaat da, avam cəmaat elə bilirdi ki, bunlar dindardır, iman gətiriblər. Həmişə bu münafiqlər müsəlmanlar üçün təhlükəli olub, zahirən müsəlman olub, batinində küfür gəzdiriblər. Zahirin əhəmiyyəti o qədər də deyir. İnsanlar da olub ki, zahirən kafir kimi olublar, qəlblərində iman olub. Onlardan biri də Həzrəti Əbu Talibdir, Həzrəti Əlinin atası. Əhl-i sünnət məzhəbi ilə hesab edir ki, Həzrəti Əbu Talib iman gətirməyib. Amma yanlış fikirdir. Həzrəti Əbu Talib öz dövrünün ən imanlı şəxslərindən biridir. Hədislərdə var ki, o Ali Fironun mömini kimidir. Quranda onun barəsində danışılır ki, o yaktumu imanəhu, yəni imanını gizlətmişdi. Bəzən şərait belə gətirir ki, insan imanını gərək açmaya. Həzrəti Əbu Talib imanını gizlətməklə müşriklərin içində olan nüfuzunu qoruyub Peyğəmbəri himayə elirdi. Təəssüflər olsun, ona görə Həzrəti Əbu Talibə məzlum deyirlər, tarixin məzlumu. Çünki o dərəcədə böyük fəzilətdir. İnsanı bir çox müsəlmanlar bugün belə hesab edir ki, o müşrik kimi, kafir kimi dünyadan getdi. Halbuki ilk günlərdən Peyğəmbəri himayə elirdi. İlk günlərdən Peyğəmbərin əsas hamisi Həzrəti Əbu Talib idi. Ona görə də kəlmə-i şəhadət gətirmək, şəhadəti dilə gətirmək işin əvvəlidir. İnsan kəlmə-i şəhadət deməklə işi bitmiş hesab olunmur. Quran buyurur, Qalətil ə'rabu amənna. Ərəblər dedilər, biz iman gətirdik. Qul ləm tu'minu. Dinən onlara ki, siz iman gətirməmişsiniz. Və lakin qulu əsləmna. Deyin, biz İslamı qəbul eləmişik. Və ləmma yədxulil imanu fi qulubikum. Hələ iman sizin ürəyinizə daxil olmayıb. İman ürəyə daxil olmaq üçün hələ əməl lazımdır. Hələ uzun bir yol getmək lazımdır, insan mömin sayılsın. Mömin sayılmaq üçün elə kəlmə-i şəhadət dedin, iş bitmir. Bir nəfər Əli əleyhissalamın yanına getdi. Dedi ki, ağa, məni nəsihət elə. Elə hesab elə ki, bugün getmirsən Həzrət Əlinin huzurunda oturmuşsan, deyirsən, məni nəsihət elə. Elə bil ki, sənə nəsihət eləyir bu sözləri. Əli əleyhissalam buyurdu ki, La təkum mimma yərcül axirətə bi qeyri əməlin və yurəccid təvbətə bi tulil əməl. Yəqulu fid dünya bi qavliz zahidin və yə'məlu fiha bi əməlir rağibin. Buyurur Əli əleyhissalam ki, belə adamlardan olma ki, axirət istəyir, amma əməl sahibidir. Allahın cənnətini istəyir, amma cənnətə yaxınlaşmaq üçün vasitə olan əməlləri eləmir. Tövbəni salır təxirə arzuların uzunluğu ilə. İnsanı bədbəxt eləyən şeylərdən biri uzun arzulardır. Əli əleyhissalam, Peyğəmbərdən də bu hədislər var ki, sizin üçün neçə şeydən qorxuram, biri də uzun arzular. Elə bil kimsə sizin qulağınıza deyib ki, siz 1000 il yaşayacaqsınız. Sizin planlarınıza baxanda elə bil ki, siz heç qəbrə getməyəcəksiniz. Arzu dalıcan arzu gəlir, arzu dalıcan arzu gəlir. Özünüz üçün istəklərdən bir dənə dünya düzəltmişsiniz, onun içində batıb gedirsiniz, qafilsiniz həqiqətdə. Arzu uzandıqca tövbə təxirə düşür. İnsanları təhlükəyə salan şeylərdən biri uzun arzulardır. Əli əleyhissalam da buyurur ki, tövbəni arzularla təxirə salma. Elə adamlardan olma ki, dünyada zahid sözü danışır, amma əməlində dünyaya rəğbətli adam kimi. Adam var yanında bir kəlmə danışmaq olmur. Bir hədis sən deyirsən, 5'ini o deyir. Danışanda elə danışır, bundan zahid, bundan gözəl adam yoxdur. Amma əməlində heç nə yoxdur. Əməlində elə dünyapərəst adam kimi əməl edir. Söz meydanının qəhrəmanıdır. Danışıqda dindardır, əməldə bu dindən əsər əlamət yoxdur. Amma Əli əleyhissalam buyurur, imanın şərti budur. İmanın şərti budur ki, əməl eləyəsən, sözünlə əməlin, qəlbinlə əməlin düz gəlsin. Xoş o adamın halına ki, zahiri ilə batini uyğundur. Biz bir-birimizə baxırıq, burada deyirik hamımız ki, biz möminük. Elə yaxşıdır ki, bir-birimizə xoş gümanla baxaq. Biz eyiblərimizi təsbehin altında,
saqqalın altında, başqa şeylərin altında gizlətmişik. Amma xoş o kəsin halına ki, necə zahiri mömindir, batini də mömindir. Qəlbi ilə əməli bir-biri ilə uyğundur. Əleyhisselamı bir kəs tərif eləyəndə deyərdi ki, və yaxud da möminlər barədə buyurur ki, onlar tərif olunanda deyərlər, ilahi, sən bizi yaxşı tanıyırsan. Adam var, başqası onu tərifləyəndə özü də inanır ki, elə bilir yaxşı adamdır. Adam da var, yox, başa düşür ki, yox, bunun tərifləməyi ilə dur, mən özümü tanıyıram. Ondan sonra dua edir, deyir, ilahi, məni onların düşündüyündən artıq elə. Və onların bilmədiyi eyiblər ki, məndə var, onları məndən uzaq elə. Allah eyibləri örtəndir. Eyibləri örtür və biz də bunun hesabına bəzən möminlər zümrəsində, dəstəsində yaşayırıq. Bunun sayəsində ömrümüzü başa vururuq. Amma Allah buyurur ki, yox, bu dünyadadır bu, ölənəcəndir. Amma çalışın günah yükünüzü yüngülləşdirin. Günah çiğninizdə qalacaqsa, hədislər var bu barədə oxumuşuq ki, müminin əgər ölən vaxtda günahı olarsa, onun canını sərt alarlar. Can verməsi çətin olar onun. Can verməsi çətin olar, əgər bu çətinliklə günahı yuğularsa, kefdir ondan sonra, rahatdır. Yox, əgər hələ biraz da qaldı, ondan olar qəbrin əvvəl gecəsində. Ən qorxulu gecə qəbrin əvvəl gecəsidir. Hər birimiz inşallah onu görəcək. Hər birimiz. O qəbrin əvvəl gecəsi insanın bir aləmdən başqa aləmə keçib, qəribdir insan. Tamam fərqli bir aləmə gəlib düşüb. Orada ona hədislərdə çox şiddətli əzablar var. O kəslər ki, ölüm vaxtı günahı təmizlənmədi. Yox, birdən qəbr əzabından sonra, qəbrin əvvəl gecəsinin əzabından sonra da günahından qaldısa, onda bərzəxdə qiyamətə qədər əzab çəkər. Qiyamətəcən də qaldısa, qəbirdən qalxanda qiyamətin ağır dayanacaqlarında istirablar keçirdər, əzab çəkər. Çünki qiyamətin ən qorxulu əzabı budur ki, qeyri-müəyyəndir insanın vəziyyəti. İnsan bilmir neynəyəcəklər onunla. Amma bəzi insanlar belə deyir. Qəbirdən çıxandan, öləndən, mələk canını alanda deysən cənnət, deysən arxain o. Bu insan hara? Qiyamət qalxıb, qopub, cəmaat qəbirdən qalxır və hələ bilmir nə olacaq. Onun istirabı çoxdur. Saxlayırlar, soruşurlar, namaz soruşurlar, oruç soruşurlar, ona borcluydun, buna borcluydun, qalır yaman günə qiyamətin səhnəsində. Bu çətinliklərdən də qurtulur, ondan sonra cənnətə gedər, mömin idisə. Ona görə deyiblər, dünyadaykən yüngülləşdirin. Bu qədər əzabla onsuz da bu günahları siləcəksiniz, tövbə ilə silin. Görün, nə gözəl şey təklif eləyir Allah bizə. Hələ ki, can bədəninizdə özünüzü bağışlatdırın. Tövbə eləyin, peşman olun, tərk eləyin günahı. Bir tərk eləyin ki, heç bu əzabların heç biri sizə toxunmasın. Yox, amma Allah eləməsin, öləndə bu günah yükü sizin çiyninizdə qalacaqsa, onu da əzabdan başqa heç nə təmizləməyəcək. Burada göz yaşı təmizləyir. Dünyada göz yaşı, əstəğfirullah təmizləyir. Amma orada göz yaşı təmizləmir. Orada göz yaşı, qışqırıq, nalə, Allah deyər ki, ağlamayın, qışqırmayın, heç özünüzü də yaxozu, başınızı cırmayın ki, burada belə şeylər də keçmir. Onun dəyəri dünyada idi. Amma burada bir damcı göz yaşına görə insanın bütün günahını bağışlayar. Hədisdə də var. Dəryalarca günahı olarsa gözündən bir damcı yaş çıxmaqla dəryalarca odu söndürər. Ona görə deyiblər ki, əməllə özünüzü bugün dünyada təmizləyin. Möminlərin sifətləri barədə Quranda bir neçə ayə və hədis oxuyub çox vaxtınızı almayacağım. İnnəməl mu'minunəl-ləzinə izə zukirullah vəcilət qulubuhum. Möminlərin birinci sifəti. Kim istəyir burada oturanlar özünü yoxlasın? Bu ayələr bizə meyardır. İstəyirsən özünü yoxlayasan, möminsən ya yox, onun ayələr bizə deyir, möminlər kimlərdir. Bunlara bax, səndə varsa möminsən, yoxdursa bil ki, yox hələ. O dərəcəyə çatmamısan. Onlardan birinci sifəti budur ki,
Möminlər o kəslərdir ki, Allah onların yanında zikr olunanda, Allahın adını eşidəndə ürəkləri titriyər. Ürəkləri şövqdən titriyər. Bu birinci sifət. Necə biri sevdiyi adamın adının yanında çəkəndə ürəyi titriyər. Eşitmişdiniz də İbn Sina bir xəstəni necə müalicə eləmişdi. Ürəyi xəstə idi, gəldi İbn Sina ona baxırdı ki, görsün ki, bunun dərdi nədir. Sual verəndən sonra gördü, yox, bu maddi bir, yəni cismani bir şeydir. Bunun ruhu bir kökü var bu xəstəliyin. Başa düşdü ki, bu deyəsən aşiq olub. Eşq bunu bu günə salıb. Bir-bir yaşadığı şəhərin küçələrinin adını çəkməyə başladı. Küçələrin adını çəkəndə, bir küçənin adını çəkəndə baxdı, gördü, nəbzi sürətlə döyünür. Ürəyi sürətlə döyünür. Gəldi bir evləri sayırdı. Evləri saydı, bir evə gəlib çatanda gördü, biraz da sürətlə döyünür. Bu uzun proses idi, mən qısa şəkildə dedim. Ondan sonra İbn Sina baxdı, dedi ki, bu aşiqdir. Bu cavan, filan küçədə yaşayır bunun sevgilisi, filan evdə yaşayır. Bunun xəstəliyə düşməyinin səbəbi budur. Ona qovuşsa rahat olacaq, evlənsə, qovuşsa. Necə aşiqin yanında məşuqun adını çəkirsən, ürəyi döyünür. Quran belə bir misal deyir. Mömin o kəsdir ki, Allahın adı zikr olunanda qəlbi döyünməyə başlayır. Ürəyi əsməyə başlayır. Allahın şövqündən. Və izə tuliyət aleyhim ayətuhu zadəthum imanən. Allahın ayələri ona oxunan zaman imanı artır. Tarixdə çox olub, bir dənə əzab ayəsi eşidib, ürəyi partlayıb ölüb. Salman gedirdi bir gün küçədə, gördü ki, bir nəfər cavan yıxıldı yerə, dəmirçi bazarında. Özünə gəldi, dedi, nə oldu? Dedi ki, mən bu dəmirin qızdırılmasını gördüm, o əzab ayəsi yadıma düşdü. O əzab ayəsini dedim, ürəyim getdi. Yıxıldım yerə. Salman deyir ki, bax, dostluğa layiq adamsan, mənim adamımsan, səndən dost olduq. Dost olurlar, elə bu haldan xəstəliyə düşür. Dünyadan gedəndə onu yuyan vaxtı Həzrət Salman gəlir başının üstünə, daha doğrusu canını tapşıran vaxt. Həzrət Əzraili görür. Deyir ki, Əzrail, mənim dostumla yaxşı davran. Əzrail də cavab verir ki, biz möminlərə qarşı onların ata-anasından da mehribanıq. Bu insan ki, Allahın adı, əzab ayəsi oxunanda ürəyi dözmürdü, yıxılırdı, onun axırı belə olar. Amma bizim kimisi, mənim kimisi, özümü deyirəm. Nə qədər ayə oxuyuruq gündə, nə təsir qoyur bizdə? Nə qədər o əzab ayələrindən mən oxuyuram gündə? Hələ oxuyuramsa, bu möminlərin sifətlərindəndir. Dalıca buyurur, və alə rabbihim yetəvəkkəlun, öz Rəblərinə təvəkkül eləyərlər. Sonra da əməli nişanə göstərir. Əl-ləzinə yuqimunəs-səlah və mimma rəzəqnahum yunfiqun. Ulaikəhumul mu'minunə haqqan. Onlar namaz qılarlar və onlara verilən şeyi Allah yolunda infaq eləyərlər. Yəni, ehsan eləyərlər. Qazandıqlarını xərcləyərlər. Bu da möminlərin sifətlərindəndir. Və bir hədis İmam Sadiq əleyhissalamdan deyirəm və sözümü yavaş-yavaş tamamlayıram. İmam Sadiqin gözəl hədisi var, möminləri burada tərif edir. Buyurur, innəl mu'min əşəddu min zubəril hadid. Mömin dəmir parçasından daha möhkəmdir. Necə yəni mömin dəmir parçasından daha möhkəmdir? Sonra sözünə dəlil gətirir. Buyurur ki, innə zubəril hadid izə dəxələn nar təğəyyər. Dəmir parçasını oda daxil eləsin, odda qalır, dəyişir, yumşalır. Elədir, dəmiri qızdırırsan, yumşalır, sonra müxtəlif hala salmaq olar. Və innəl mu'min ləv qutilə, sümmə nuşirə, sümmə qutilə, ləm tətəğəyyir qəlbu. Mömin ölərsə, öldürülərsə, yenidən dirilərsə, yenə öldürülərsə, onun imanından azalmaz. Onu tikə-tikə doğrayasan, onun imanından azalmaz. Onu qorxutmaq olmaz. Onu pulla aldatmaq olmaz. Onu heç cür vasitə ilə yoldan çıxartmaq olmaz. Adam var, imanı $100 candı. Adam var, $500 candı. O adam ki, $100 qazancın müqabilində yalan danışır, öz imanının qiymətini bilsin. O nədir? Adam da var, dünyanın hamısını verirsən,
imanından dönmür. Adam var, biraz göz ağardırsan qaçır gizlənir. Biraz barmaq silkələsə biri qaçıb gizlənir. Adam da var, yox, bütün dünya silahlansa gələ ona tərəf, imanından dönmür. İmam Sadiq buyurur, mömin bax belə adamdır. Mömin belə adamdır ki, onu heç nəylə dindən döndərmək olmaz. Ruşeyd əleyhissalamın sahabələrindən idi. Oturmuşdular, bir gün xurma yiyirdilər əleyhissalamla, xurma ağacının altında. Həzrət Əli baxdı ona, dedi ki, səni bu xurma ağacından asacaqlar. Gəlirdi, hər gün ağaca su verirdi. Bir gün gəldi, gördü ağacı kəsiblər. Bildi ki, dar ağacı düzəldiblər ondan. Dedi, deyəsən əleyhissalam dediyi vaxt yaxınlaşır. İbn Ziyad çağırdı onu. Dedi ki, Mövlovun İmamovun yalanlarından biraz danış mənə. Həzrət Əliyə işarə edir. Öz İmamovun yalanlarından danış. Dedim, mən də imamım da yalancı da örüyüm. Mənə imamım xəbər verib ki, sənin əvvəl əliyi kəsəcəklər, ayağı kəsəcəklər, sonra diliyi kəsəcəklər, sən belə dünyadan gedəcəksin. Dedi, sənin imamın yalan deyib. Gedin bunun əlini, ayağını kəsin, dilini kəsməyin. Qoy qışqıra qalsın. Bunu asıblar dar ağacından, qaldırıblar ağaca, əli, ayağı kəsik vəziyyətdə. Görürlər, bunun dili danışır. Özdə deyir, ay cəmaat, mənə ağlayıb eləməyin, gəlin sizə Əlinin fəzilətlərindən danışın. Həzrət Əli əleyhissalamın fəzilətlərini sayır, dar ağacında əlinin, ayağının qanı axaq. Elə bir. Axırda dedi ki, cəmaat axışır gəlir, bu da hədislər danışır Əli əleyhissalamın fəzilətindən, Əli əleyhissalamın gələcək barədə verdiyi xəbərlərdən. Dedi ki, gedin dilini də kəsin. Həmin o Əli əleyhissalamın dediyi söz onun barəsində doğruldu ki, əl-ayağı və diliyi kəsərlər. Amma imanından döndərə bilməzlər. İmanından dönməzsən. Əməllə getsə insan qiyamət səhnəsinə, onda əzabdan nicat tapar. Qiyamətdə şəfaət var, şübhəsiz var. Şəfaət barədə keçən dəfə hədis oxuduq. Bugün də mən Əli əleyhissalamın şəfaəti barədə bir dənə də müjdə olaraq qardaşlar üçün oxuyub və sizə Allaha tapşırıram. Buyurur ki, Əli əleyhissalamın günahkar şiyələrindən birini hesab yerinə gətirərlər. Günahkar şiyələrindən biri gələr haqq hesab çəkilməyə, görürlər ki, bunun günahı savabından çoxdur. Günah tərəfi ağır gələr. Çox pis vaxtdır, ən çətin məqamdır. İnsan bəlli oldu ki, orada tərəzi əlbəttə bu meyvə çəkilən tərəzidən deyir. O başqa tərəzidir. Amma insana bəlli olur ki, günah ağır gəldi savabdan. İnsan başa düşür müqəddəratını. Allahdan nida gələr bu şiyəyə, Əlinin şiyəsinə, günahkar şiyəyə. Nida gələr, deyər ki, mənim bəndəm, günahın ağır gəldi. Cəmaat da hamı baxır, yəqin bilir ki, bu cəhənnəmlidir. Bundan o yana nə olacaq? Günahın ağır gəldiyi nəylə nicat tapa bilərsən? Hansı əməlin var o əmələ söykənəsən? Nə gətirmirsən? Başını aşağı sağlar, ağlaya-ağlaya deyər ki, ilahi, mənim heç nəyim yoxdur. Mənim daha olanım bu idi. Bir şey yoxdur mən söykənəm buna. Allahdan nida gələr ki, mənim bəndəm, məhşər səhrasını gəz, özü tanıtdır. Dinən mən filan kəsən, filan şəhərdə yaşayırdım. Adı dinən, atonun adını dinən harada yaşayırdın, deyə get. Bu deyər, öz adını çəkəsə ki, mən filan kəsəm, mənim üçün nicat yolu bağlanıb, yol bağlıdır, günahım savabımdan çoxdur, mən neyniyim, mənə kim nicat verər, bir nəfər tapılmaz mı mənə nicat versin buradan? Mən gedirəm cəhənnəmə. Bir nəfər yoxdur mu mənə nicat versin? Heç kəsdən səs çıxmaz. Hədis buyurur, Əli əleyhissalam gələr, deyər, ləbbeyk, ləbbeyk. Mənim şiyəm, eşitdim sənin nalələri. Sən dünyada ürəyimdə mənim məhəbbətim var idi. Mənim məhəbbətimə görə nə qədər sıxıntıdaydın sən. Əli əleyhissalamı da sevdin, günün qara olur axı. O elə bir məhəbbətdir ki, onu çox görürlər insanlara. O elə bir məhəbbətdir ki, əzab, əziyyətə səbəb olur. Nə qədər insan bugün İraqda Əli əleyhissalamı sevdiyinə görə heç nə günahsız şəkildə qanına qəltan olunur. Tarix boyda belə olur.
Əleyhissalam deyər ki, sən dünyada məni sevirdin və məni sevdiyivə görə yüzlərlə əzab, əziyyətə düçar oldun. Nə qədər əziyyət çəkdin, amma bu məhəbbəti itirmədin. İndi də növbə mənə çatıb. Sən məni sevəsən, mənə ümid eləyəsən, qiyamətdə başsız qoyam, yox. Mən də sənə zəmanət verirəm ki, sən aparıram cənnətə. Allah mənim duamı qəbul eləyəcək sənin barında. Günahın çox olsa da mən şəfaət eləyəcəm səni. Bu sözü deyəndə hamı, günahkarlar tökülər Həzrət Əlinin üstünə. Hamı deyər ki, ya Əmir əl-Möminin, biz də səni sevirdik. Biz də sənin aşiqlərindən idi. Ürəyimizdə sənin məhəbbətin var idi. Səndən bir şey xahiş edirik. O Peyğəmbərin yatağında yatmışdı nə? Dünyada. Heç kəs razı olmadı. Əleyhissalam Peyğəmbərin yatağında yatdı. Bilirdi ki, gəlib onu öldürəcəklər. Orada yatdığın vaxt nəfəs çəkirdin. O nəfəslərindən birinin savabını ver bizə. Əleyhissalam deyər ki, verdim o savabı sizə. O çəkdiyim nəfəslərdən savablarından birini sizə bağışladım. Onda Allahdan nida gələr bu günahkarlara. Baxın, görün bu nəfəsin əvəzindən nə verirəm sizə. Cənnətə baxarlar, o qədər saysız neymət görərlər, deyərlər, Allah deyəsən cənnətin hamısını bizə verir. Elə bil ki, cənnəti bütöv bizim ixtiyarımızda qoyub. Allah deyər, bəli, əlinin bir nəfəsinin əvəzi və bu cənnətdir ki, sizə verilir. Ona görə deyirlər, hər insanın namazı, əməli arasında zahiri baxma, şəkli eynidir. Amma yer-göy fərqi var. Namazları çəkiyə qoyanda çoxunun namazı yüngül olacaq, çoxunun namazı ağır olacaq. Onu müəyyənləşdirən insanın mənəvi vəziyyətidir. Əleyhissalam da qiyamət günündə bir nəfəsini hədiyyə eləməklə günahkar şiyələrini bağışlatdıracaq. Amma bir şərtlə ki, əməl olsun. Əməl olsun, insan çalışsın, əməl eləsin, çalışsın, günahdan qaçsın, həmişə tövbə halında olsun, bu yolu getsin, inşallah o əyri əskikləri də qiyamətdə Əhl-i Beyt şəfayəti ilə inşallah düzələcək. Allahümmə inna nəsəlükə və nəd'uluk bismikəl azimil əzəm əl-əəzzil əcəllil əkrəm və bil-Huseyni ya Allah, ya Allah.